Salam dostlar, hər vaxtınız xeyir olsun. Bugün sizlərlə elektron ticarətdə SEO-dan danışacağıq. SEO nədir? Dediyimiz kimi biz Google-da və ya digər axtarış motorlarında hər hansı bir məlumat axtardıqda gördüyünüz kimi xüsusi sıralama olur ki, saytlar bir-birinin ardınca sıralanır. Və sizin bu sıralamada önə çıxmağınız üçün SEO etməyiniz mütləqdir. Yəni ki, paylaşdığınız məhsulları, bloqları və məhsul haqqında hissələri elə paylaşmaq lazımdır ki, axtarış motorları sizin məlumatları oxuya bilsin və sizi ön sıralara çıxara bilsin. Ümumiyyətcə belə bir anlayış var ki, SEO sizə pulsuz trafik, pulsuz müştəri gətirir. Lakin sahibkar oturub SEO edib də gözləməli deyil ki, mən SEO ilə saytıma trafik gətirib satış edəcəyəm və bunun üçün də SEM var. Ödənişli reklamlar, eyni zamanda sosial media marketinq, yəni digər marketinq kanalları var. Ümumiyyətcə biz SEO-nu mütləq etməliyik, çünki bu bizə pulsuz trafik gətirəcək və uzun müddətli bir planda, biznes planında SEO bizim reklamları da ötüb keçə bilər. Yəni reklama xərclədiyimiz ödənişdən olan geri dönüşləri ötüb keçə bilər. Deməli biz saytımızda SEO etmək üçün ilk öncə saytımızı Google-a tanıtmalıyıq. Yəni ki, Google bizim linkləri görməlidir. Hansı linklər var? Ümumiyyətcə biz WooCommerce platforması üzərində onlayn ticarət saytı qururuqsa, qoşmalar hissəsindən yeni qoşma əlavə etməliyik. Hansı ki, Google-un öz rəsmi qoşması var. Qoşmalar hissəsinə daxil olub Google Kit yazdıqda axtarış veririk. Gördüyünüz kimi burada bir neçə məlumat çıxdı. Biz sayt kit yazılan hissəni, qoşmanı yükləyirik saytımıza. Və bu qoşmanı quraşdırdıqdan sonra biz lazımi icazələri verdikdən sonra saytımıza gələn trafikləri izləyə bilərik. Saytımızın linklərini Google-a tanıda bilərik. Qoşmamız yükləndi, aktiv edirik. Gördüyünüz kimi qoşmamız yükləndi və belə bir hissə gəldi. Start setup deyirik. Və bizdən bu hissələri təsdiqləyərək Google vasitəsilə giriş etməyimizi istəyir. Gördüyünüz kimi bizdən bir neçə təsdiq istədikdən sonra bu hissədə saytın sahibinin biz olduğumuzu təsdiq etməyini istəyir. Əgər biz bunu bu qoşma vasitəsilə deyil, manual olaraq əldə edəsi olsaq, bizə lazımdır ki, sayta daxil olaq, Google-un digər arxa hissədə işləyən sistemlərinə daxil olaq və oradan kod alaraq müəyyən prosesləri keçdikdən sonra öz saytımıza daxil edək. WooCommerce qoşması olduğu üçün biz bu plugin vasitəsilə, bu qoşma vasitəsilə saytımızı təsdiq edə bilərik ki, Google-a ki, yəni həqiqətən bu sayt bizimdir və biz bunun üzərində işləyə bilərik. Digər lazımi hissələri təsdiq edirik, setup deyirik. Next hissəsinə daxil oluruq. Gördüyünüz kimi burada artıq həmən hissələri keçdik və Google-un analitik hissəsi var ki, analitik platforması var ki, biz orada daxil olan saytımıza daxil olan müştəriləri, ümumiyyətcə istifadəçiləri, onların etdiyi hərəkətləri və s. görə bilirik və buradan bizə Analytics kod istəyir. Ümumiyyətcə biz bunu axtarışa vermiş olsaq, gördüyünüz kimi Google-un bir neçə toolları vardır ki, bunlardan biri də analitikdir və biz bu hissədən qeydiyyatdan keçə bilərik və yaxud da dediyim kimi sizin Gmail hesabınızın olmağı başda buna kömək olacaqdır ki, biz bu prosesləri hər dəfəsi təkrar yerinə yetirməyək, öz Gmail hesabımızla birbaşa bağlayaq. Çalışın ki, sizin bir Gmail hesabınız olsun. İstər Google AdSense, Google Ads-ı, istərsə də analitik kimi hissələri bu Gmail ilə qeydiyyatdan keçirin. Siz bu formada analitikə daxil olub qeydiyyatdan keçə bilərsiniz öz Gmail hesabınızla. Ondan sonra isə buradan həmən hesabı seçə bilərsiniz. Burada sizdə bir neçə analitik hesabı istəyir və siz Google Ads hesabınızı bura əlaqələndirə bilərsiniz.
Gördüyünüz kimi buradan akkaunt hissəsindən biz hesablar seçə bilərik və bizə lazımdır ki, bu sayt üçün bir hesab yaradaq. Ümumiyyətcə analitik hissəsinə daxil olduqda biz nələri görə bilərik? Daha öncədən olan məlumatlarımızın, mənim əlavə etdiyim saytlardan birinin məlumatını görürsünüz bu hal-hazırda. Yəni aktiv olaraq saytda girib çıxan istifadəçi sayını 856 olaraq göstərir və göstərir ki, bu 62% yüksəliş deməkdir. Etkinlik saytı, yəni aktivitə sayını, fəaliyyət sayını 7.4 7400 dəfə göstərir. 3 önəmli fəaliyyət olubdur. Yeni istifadəçilərin sayı 854-dür və digər məlumatları biz görə bilərik ki, hansı sözlərdən giribdilər, hansı sözlər, hansı səhifələrə giribdilər, ən çox hardan giribdilər. Bunlardan orqanik axtarış, yəni SEO nəticəsində gələn axtarışlar nə qədərdir, yəni daxil olmalar nə qədərdir, bunları görə bilirik. Biz yeni bir hesab əlavə etməliyik. Bunun üçün ayarlar hissəsinə daxil oluruq və yarat deyərekdən yeni bir hesab və yaxud da mülk yarada bilərik. Gəlin bizim hesabımız var. Biz burada yeni bir mülk yaradaq və yaxud da hesab yaratma hissəsinə baxaq hələ ki. Yeni hesab adınızı daxil edin. Ümumiyyətcə ilki qəbul etməsək də olar. Bu bizim məlumatları Google-a hansı ki işləməyə verib verməməyimizdən bağlıdır ki, yəni bizim məlumatlarımızdan Google özünün inkişafı üçün istifadə etsinmi? Xeyr deyirik. Digər 3 hissəni isə qəbul etmək vacibdir. Bu hissəni qoşduqdan sonra mülk adını biz dəqiq seçməliyik. Yəni bir hesabın altında sizin bir neçə dənə mülkünüz ola bilər. Tutaq özünüzün şəxsi bir iş planınız var. Siz bir dənə öz adınıza hesab yaratdınız, onun altında isə olan bir neçə saytınız, istər elektron ticarət saytı olsun, istər öz şəxsi blog saytınız olsun, onu mülk olaraq əlavə edə bilərsiniz. Nəzərdə tutun ki, bu hissədə bu formada irəliləyirsiniz. Hesabın altında isə mülk olur. Buradan isə bizə lazım olan məlumatları seçirik. Bu məlumatları seçməyiniz üçün gələcəkdəki reklam fəaliyyətinizdə doğru olması üçün, yəni reklam fəaliyyətinizi, ondan sonra müştərilərin geri dönüşlərini, saatı, neçədə daxil olub, neçədə çıxdıqlarını, bunu siz daha sonra reklam verərkən istifadə edəcəksiniz. Bunları bilmək üçün bu hissədən doğru seçməyiniz vacibdir. Buradan soruşur sizin biznesiniz haqqında məlumatlar. Bu hissədən sizə aid olan hissəni seçirsiniz. Alış-veriş, kiçik biznesdir. Hədəflərinizi seçirik. Və oluşdur deyirik. Bu hissəni qəbul edirik, qaydalar oxuyub. Və platformamızı bura əlavə edirik, yəni saytımızı. Gördüyünüz kimi biz hesabımızı yaratdıq. Və artıq biz bu hissədə hesabımızı yaratdıqdan sonra bizə bu formada bir kod verir ki, bu kodu kopyalayırıq və yaxud da biz bunu indi avtomatik həmən belə deyək, proqram vasitəsilə avtomatik edəcək. Lakin burada da manual olaraq göstərir ki, biz bunu necə edə bilərik. İndi isə daxil oluruq proqramımıza. İndi isə biz daxil olaq yenidən saytımıza və saytımızdakı qoşma vasitəsindən həyata keçirək. Setup yeni akkaunt yarat deyirik. Bu hissədən Azərbaycanı seçirik.
Azərbaycan sayt dəyişdi. Digər məlumatlar gəldi. Create account deyərək davam edirik. Hissədən qəbul edirik. Go to my dashboard. Və yenidən qaydırıq. Gördüyünüz kimi artıq biz saytımızı Google Analytics ilə əlaqələndirdik və məlumatlarımızın izlənməsini həyata keçirə biləcəyik. Bu hissədə isə biz reklamları setup edə bilərik, quraşdıra bilərik və vaxt keçdikcə artıq burada bizim sayta daxil olub çıxan müştərilər saytda nə qədər qaldıqları, hansı tarixdə nə qədər qaldıqları və s. olacaqdır. Yenidən biz qoşmamıza baxırıq. Dostlar, növbəti mərhələdə sitekit hissəsindən settings, ayarlar hissəsinə daxil olduqda biz görə bilərik ki, biz bu prosesləri həyata keçərkən Google'un Search konsolundan saytımızı aktivləşdirdik. PageSpeed Insight-la, yəni orada hansı ki Google bizim dataları ölçür və bizə qısa hesabat verir, həmən hissə ilə saytımızı bağlamışıq. Bu hissələr aydın görsənir. Search konsoldan biz nələr edəcəyik? Hansı ki linklərimizi buradan biz Google əlavə edə bilərik ki, Google bizim linkləri görsün. Ondan sonra yenə də biz Analytics-in qısa bir variantı olaraq görə bilirik ki, müştərilərimiz bizim sayta nə qədər Google-da görsənib linklərimiz, baxış faizi nə qədərdir, müştərilər hansı linklərə daha çox tıklayıb. İndi isə bunu biz bu formada görək. Gördüyünüz kimi məndə digər bir saytın məlumatları açıldı. Daha öncədən əlavə etdiyim saytın və bu hissədə hansı aylarda nə qədər daxil olduğu var və tam rapor hissəsinə keçid edərək son 24 saat ərzində misal üçün 57 göstərim olubdur. Buradan 4 tıklama gəlibdir. Tıklama isə aşağıdakı axtarış sözlərindən gəlibdir. Bunları görə bilirik. Biz bu hissədən yeni əlavə etdiyimizi daxil edirik. Yəni bu saytı gördüyünüz kimi hal-hazırda məlumatlar tam yoxdur. Biz növbəti mərhələlərdə Google'un linklərimizi Google-a tanıtmaq üçün sitemap deyilən bir linklər bazasını yaradacağıq, data bazanı. Həmən data bazanı isə bu hissəyə əlavə edərək linklərimizi, saytımızın linklərini, məhsullar olsun, blog olsun və s. həmən hissələri Google-a tanış edəcəyik. Google-a tanıdacağıq ki, bizim bu linklər var. Sən bu linklərə gəl və botlar vasitəsilə bu linkləri oxu, buradakı məlumatları sıralamana daxil et. Hələlik bu günlük bu qədər dostlar. Diqqətiniz üçün təşəkkürlər, minnətdarım.